Salam uşaqlar. Aerohidrostatika, aerohidrodinamika bölmələrinin testlərinə baxırıq. Birinci bölmə təzyiq Paskal qanunu. Sual 2-dən başlayacağım. Newton böl kvadrat ifadəsi ilə hansı fiziki kəmiyyətin vahidi uyğundur? Deməli, Newton qüvvə vahididir. F böl sahə. F bölü isə təzyiqdir. Məlum məsələ təzyiq olacaq. Doğru cavab olur D. Dördüncü sual. Təzyiq qüvvəsinin sabit qiymətində yazırıq Ft konstant, yəni sabit. P S-dən necə asılıdır? P-nin düsturunu bilirsiniz. Ft böl S-dir. Ft-ni dairəyə alsaq, P S-dən tərs asılı olacaq. Tərs asılı funksiyanın qrafiki isə deməli hiperbola. Doğru cavab C. 6-cı sual. Verilmiş səthə perpendikulyar təsir edən qüvvə 2 dəfə azalanda təzyiq necə dəyişir? Deməli, təzyiqin düsturu yenə bilirik ki, Ft bölünsün S. Verilmiş səth dediyinə görə sahəni sabit götürürsünüz. Təzyiq qüvvəsi 2 dəfə azalırsa, təzyiq də 2 dəfə azalacaq. Doğru cavab olacaq A bəndi. Başlayın, Y bəndi. 8. Eyni kubların hansı düzülüşündə müstəvi səthə ən az təzyiq düşər? Demək ki, yenə təzyiqin düsturuna müraciət edirik. Ft böl S. Burada ən az təzyiq düşməsi üçün sahə ən böyük olmalıdır. Eyni kublar deyirsə, deməli bunların kütlələri eynidir. Ft-ni mc kimi açırıq. Mc böl S. Ən az təzyiq olması üçün sahə ən böyük olanı seçmək lazımdır. Sahə ən böyük olanda təzyiq ən az olur. Sahəsi, oturacağın sahəsi ən böyük olanı axtarırıq. Buradan göründüyü kimi A bəndində bütün kublar yan-yana deməli düzülmüşdür. Ona görə də ən böyük sahə burada olacaq. Doğru cavab olacaq A bəndi. 10. F bölü S hansı fiziki kəmiyyətin düsturuna uyğundur? Yəni hansı kəmiyyət təyin olunur? Burada təzyiqdir. B. 12. Paskal vur kvadrat metr ifadəsi ilə hansı kəmiyyətin hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Paskalı açıram Newton böl kvadrat metr, vururam kvadrat metrə. Kvadrat metrlər gedir, qalır Newton. Deməli bu qüvvəymiş. A bəndə. Və yaxud da belə də yanaşa bilərik ki, Ft böl S-dir. Ft P vurulsun S-dir. Buradan Ft-ni tapanda P S-dir. Yəni Paskal vuraq. P-ni yerinə Paskal, sahə yerinə kvadrat metr. Doğru cavab. Ona görə də qüvvədir. 14-cü sual. Səthə təsir edən 60 Newton təzyiq qüvvəsi Ft bərabərdir 60 Newton. 200 Paskal təzyiq yaradır. 200 Paskal. Sahə soruşdur. Deməli, düstura müraciət edirəm. Yenə P və Ft bölünsün S-dir. S-i tapırıq. Məxrəcdəkini tapanda yerlər dəyişirik demişik. Ft böl P olacaq. Vəssalam. Yerinə qoyaq və həll edək. Ft-miz 60. Bölünsün 200. Sıfırlar ixtisar gedir. Demək, 2-yə ixtisar eləsək, onda 3. 0,3. A bəndi. 16. Səthə perpendikulyar istiqamətə təsir edən qüvvənin modulunun bu səthin sahəsinə nisbətinə bərabər olan fiziki kəmiyyət necə adlanır? Perpendikulyar təsir edən qüvvənin modulu, yəni Ft təzyiq qüvvəsi bölünsün səthin sahəsi, demək təzyiqi verəcək, doğru cavab olacaq C. 18. Təzyiqin səthin sahəsindən asılı qrafiki verilmişdir. P-nin S-dən asılı qrafiki verilmişdir. Bunlar vahidləridir, Paskal, kvadrat metr. Səthə perpendikulyar təsir edən qüvvənin qiyməti soruşulur. Bir dəqiqə. Demək, düsturumuz, qüvvənin düsturu Ft böl S olduğundan buradan Ft-ni tapıram. Ft bərabərdir, çarpaz vurulacaq, P vur S. Yəni, məsələn, P-ni 40 götürürəm, ona uyğun sahə, 40-a uyğun sahə 0,2-dir. 40-ı vururam 0,2. Eləyəcək 8 Newton. Doğru cavab D bəndi. Sonra 20. Paskal vurulsun kubmetr. Biz Paskalın bir neçə açılışını vermişdik. Paskalın açılışlarından biri belə idi. Newton böl kvadrat metr. Newton sürət və məxrəci metrə vurmaqla Newton vur metr böl kvadrat metr vur metr. Kvadrat metr metrə vuranda metr kubu, Newtonu metrə vuranda bildiyimiz kimi işin vahidi joule olur. Onda joule bərabərdir nəyə? Paskal vurulsun metr. Deməli, 1 joule-un açılışlarından biri də Paskal vurulsun metrdir. Yəni ifadələrindən biri daha doğrusu. Ona görə də elə doğru cavab iş olacaq C bəndi. 22. Watt vurulsun saniyə. Watt güc vahidi idi. Gücün düsturu N bərabərdir A böl T. A da buradan tapanda NT. Yəni, watt vur saniyə də joule verəcək. Joule bərabərmiş. Gətirib burada joule yaza bilərik. Joule böl
kubmetr. Joulun da açılışı Newton vur metr. Biraz da dəqiq yazırıq belə. Newton belə alınır, belə bir şey ifadə alınacaq. Deməli, Newton böl kvadrat metr yenə Paskalı verir. Təzyiq cəbənd. Başqa yanaşma, bayaq dedik ki, Paskalın yəni ifadələrindən biri Joule böl kubmetrdir. Harda Joule böl kubmetr görsək, deməli biz onu nə seçirik? Joule böl kubmetr ilə Paskal imiş. 24. Paskal vurulsun saniyə kvadrat bölünsün metrin kvadratı. Paskalın açılışlarından biri dedik ki, Newton böl kvadrat metr və yaxud da ki, Joule böl kubmetrdir. İndi biz burada Paskalı açaq Newton böl kvadrat metr kimi. Vur saniyə kvadrat bölünsün. Burada bir kvadrat metr var idi. Newtonu açırıq. Kilogram vur metr böl saniyənin kvadratı. Məxrəcdə bir metrimiz var. Metr kvadratımız var. Metr kvadratına vuranı metr üstü 4 edir. Surətdə də bir saniyə kvadratı var idi. Həmin bu. Saniyə kvadratlar gedir. Bu ifadə ilə bu ifadə gedir. Yəni metrlə metr üstü 4 gedir. Qalır 1 kilogram bölünsün kubmetr. Kilogram böl kubmetr düstura çevirsək m bölünsün v edir. Sıxlığı verəcək bizə. Doğru cavab B. 26. Paskal vurulsun metr üstü 4. Mən burada Paskalı Joule böl kubmetr kimi açmağı tövsiyə edirəm sizə. Çünki daha rahat olacaq. Kilogramın kvadratı. Metr üstü 4 ilə bu gedəcək. Qalacaq Joule'un əvəzinə belə yaza bilərik ki, Newton vurulsun metr. Burada da 1 metrim qaldı mənim. Metr kvadrat böl kilogramın kvadratı. Yəni bu da bizdə gravitasiya sabitinin açılışıdır. J deyək. A bəndə. Gəlin J yadımıza salaq. Dünya cazibə qanunundan J M1 M2 bölünsün R-in kvadratı idi. J-ni təyin etsək, J bərabərdir Fr kvadrat bölünsün M1 M2 olacaq. Buradan da gravitasiya sabitinin vahidini verirsə, Newton vur metr kvadrat böl kilogramın kvadratı olur. 28. Paskal vurulsun kilogram bölünsün Newton vur metr ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunacaq? Yəni hansı fiziki kəmiyyatin vahidinə uyğundur? Yəni mən burada Newton vur metri bağlayaram və yaxud da ki, Paskal Newton böl metr kimi açaram, kvadrat metr kimi. Paskal açıram Newton böl kvadrat metr kimi. Müxtəlif cür yanaşa bilərsiniz siz burada. Bunu bağlayıb Joule da eləyə bilərsiniz. Paskal Joule böl kubmetr kimi də aça bilərsiniz. Amma belə də yazma olar. Newtonlar gedir. Kilogram yuxarıda qaldı. 1 kilogram. Metr kvadrat düşür metrin yanına olur. Metr kub. Yenə də kilogram böl kubmetr M böl V roldur, sıxlıqdır. Doğru cevap Y. 30. Çiyinlərindəki çantanın çəkisi 100 Newton. Çantanın çəkisi 100 Newton olan turistin kütləsi M bərabər 80 kiloqramdır. Deməli, turistin kütləsi 80 kiloqramdır. Çantasının çəkisi isə 100 Newtondur. Turistin yeri göstərdiyi təzyiqi hesablayın. P turist bərabərdir sual. Çəkini böyük P yazın. Təzyiq kiçik P yazın. Yəni fərqləndirin. Turistin iki ayaqqabısının sahəsi birlikdə S bərabərdir 600 kvadrat santimetrdir. Cavab Paskalla olduğu üçün, Paskalın açılışı Newton böl kvadrat metr olduğu üçün biz bu kvadrat santimetri kvadrat metrə keçməliyik. 600'ü 6 ons 2 yazıram. 1 santimetr %1 metrdir, yəni ons mənfi 2 deməkdir. Ons mənfi 2'nin kvadratı ons mənfi 4 edir. Deməli, sahə üçün alıram 6 vurulsun, ons mənfi 2. Ons 2, ons mənfi 4 üstlər toplanır. Belə bir fayda alınır. J-ni isə həmişə kimi 10 metr böl saniyə kvadrat verib. Gəlirəm təzyiqin düsturuna. Bilirik ki, təzyiq F-də bölünsün S düsturu ilə təyin olunur. Bəs burada təzyiq qüvvəsini nə götürək? Təzyiq qüvvəsi burada turist deməli həm öz çəkisi, həm də çantasının çəkisi ilə birlikdə yerə təzyiq göstərir. Ona görə də çəkikləri götürürəm. Çanta üstə gələk P turist bölünsün sahə olacaq. Təzyiqi demək tapmaq üçün çantanın çəkisinin üzərinə turistin çəkisini gələcəm. 80 kiloqram kütləyə malik olan turistin çəkisi nə qədər olar? MJ düsturundan 800 Newton. İndi bir başa yazıram 800. Çünki çəkin düsturu birlikdə. Bura MJ qoya bilərsiniz. Bölək sahə 6 ons mənfi 2. 800 isə 100 gəlirəm 900. 9 ons 2. Bölək 6. Ons mənfi 2. O da müsbət 2 kimi qalxacaq yuxarı. Burada alınacaq 90'ı böləcəm. Deməli 6'ya 15. Yanına da 3 dənə 0 gələcək. 15.000 Paskal. Doğru cavab olacaq. B bəndi.
Deməli 30B, 32 ilə davam edirik. Paskal vur kiloqram bölünsün watt vur saniyə. İfadəsi ilə hansı fiziki kəmiyyət ifadəsi hansı fiziki kəmiymətin vahidinə uyğundur? Deməli watt vur saniyə bayaq dedik ki, jouldur. Paskalda açılışı joule bölü kubmetr idi. Burada bir joule əlavə edirəm. Yuxarıda isə kiloqramım qalır. Joullar ixtisar gedir, qalır kiloqram bölünsün kubmetr. Deməli biz bunları bilmək üçün mütləq şəkildə düsturları bilməliyik. Kiloqram bölü kubmetr m bölünsün v, o da sıxlığı verəcək. Deməli doğru cavab olacaq sıxlıq ABN. Demək, watt gücün vahididir. Yenə yada salıram, xatırlamaq üçün deyirəm. N bərabərdir A bölü T. A-nı buradan təyin etsək, NT. Yəni, bir joulun açılışlarından və ya ifadələrindən biri isə watt vurulsun saniyə olacaq. 34. Oğlan aşağı istiqamətdə bərabər sürətlə hərəkət edən liftin kabinasındadır. Lift bərabər yavaşlayan hərəkətə başladıqda hansı ifadələr doğrudur? 1. Oğlanın dayağa göstərdiyi təzyiq artar. Demək, təzyiqin düsturunu yazıram. FT bölünsün S. Oğlan aşağı hərəkət edir. Bərabər sürətlə hərəkət edir əvvəlcə. Sonra yavaşlayan, aşağı yavaşlayan. Aşağı yavaşlayansa A yuxarıdır. Deməli, onda təzyiqin düsturu M, J topla A. Çünki çəkisi artacaq, böl S olacaq. Belə qənaətə gələ bilər ki, onda oğlanın təzyiqi də artacaq. Doğru cavablardan biri 1. Sonra, oğlanın dayağa göstərdiyi təzyiq dəyişməz, yanlışdır. Təzyiq azalar, yanlışdır. Oğlana təsir edən ağırlıq qüvvəsi dəyişməz. Ümumiyyətlə, ağırlıq qüvvəsi təcildən asılı olmayacaq. Yəni, ağırlıq qüvvəsi ilə mj-dir, yerin cismin çəkdiyi qüvvə. Doğru cavab oldu 1 və 4.